Ukrayna Hərbi Hava Qüvvələri Belqorod bölgəsində Rusiya əsgərlərinin toplaşdığı məntəqəyə zərbə endirib. RFO Newsun məlumatına görə Ruslar Ukraynalıların sərhəddən ikinci dəfə Rusiyaya keçdiyi ərazilərdə möhkəmlənməsinə imkan vermədən onları geri atmaq üçün böyük sayda piyada qüvvə cəmləşdiriblər. Qeyd olunur ki, Ruslar mövqeyi tuta bilməzdən əvvəl Ukrayna aviasiyası güclü hava zərbələri ilə Rus əsgərlərini sağdan və soldan darmadağın edib. Bu da Rusiya tərəfinin cavab vermə imkanlarını faktiki olaraq məhv edib. Qaptarovkada Rus əsgərləri 2 yaşayış evinin zirzəmisində gizlənməyə çalışıblar. Lakin Ukraynanın dəqiq avia zərbəsi nəticəsində həmin binalar güclü partlayışla tamamilə dağıdılıb, zirzəmilər də uçub və əsgərlərin əksəriyyəti həlak olub. RFO Newsun məlumatına görə Ukrayna F-16 təyyarələri vicdan bombalarından istifadə edərək sursat anbarlarına çevrilmiş Rusiya sərhəd məntəqəsini, BMP-2 texnikasını və yaxınlıqda dayanan əsgərləri məhv edib. Ukrayna kəşfiyyat dronları Rus hərəkətlərini izləyərək onların bazasına qədər gedib və HIMARS sistemi ilə bir neçə kasetli zərbə endirib. Bu zərbələr nəticəsində Rusiya ordusunun silah və texnikası partlayıb, yaralılar belə sağ qala bilməyiblər. Bundan əlavə, vicdan bombalarının 28 kilometrə qədər artırılmış məsafəsi Ukraynalı pilotlara daha dərin arxada yerləşən hədəfləri vurmağa imkan verib. Beləliklə, ön cəbhəyə əskər daşıyan 5 Rus yük maşınına zərbə endirilib və nəticədə 60 yeni səfərbər olunmuş Rus əskəri həlak olub. Ukrayna qüvvələri həmçinin açıq sahələrdə və meşəliklərdə yerləşən Rus səngərlərinə dəqiq vicdan bombaları ilə zərbələr endirib. Ümumilikdə Ukrayna qüvvələri Belqorod bölgəsindəki Rusları fiksə edərək onların Sumi istiqamətindəki hücum üçün nəzərdə tutulan qüvvələrini bu bölgəyə cəlb etməyə məcbur edib və dar, proqnozlaşdırıla bilən logistika yolları üzərində hərəkət edən düşmən qüvvələrini dəqiq zərbələrlə sıradan çıxarıb. Hərbi ekspert Sergey Zguretsin Ekspresso kanalına verdiyi məlumata görə, Ukrayna qüvvələri Rusiyanın Belqorod vilayətində yerləşən Demidovka istiqamətində 1,5 kilometrə qədər irəliləyib, mina təmizləmə əməliyyatları aparıb və müdafiə xəttini yaradıblar. Zgurets bildirir ki, Ukrayna aviasiyası bir neçə zərbə indirərək Belqorod vilayətində Rus komanda məntəqələrini və hücumlarda istifadə edilən 4 helikopteri məhv edib. Bu o deməkdir ki, HIMARS başda olmaqla uzaq mənzilli sistemlərimiz bu zonada fəal işləyir. Həmçinin martın 23-də Qrafovka yaxınlığında Rusların logistika üçün vacib olan körpü yenidən dağıdılıb. Əslində aviasiya və uzaq mənzilli silahlar sayəsində bu zona artıq bizim nəzarətimizdədir və Ruslar ya buraya qüvvə cəmləməyə, ya da alternativ tədbirlər görməyə məcburdur, deyə Zgurets əlavə edib.